niyet etdim YouTube videosu çəkməyə. Neysə, deməli. Neyse. Deməli, əslində bu video cücələrim üçün çəkməyi nəzərdə tutmuşdum. Amma kimə niyyət, kimə qismət, necə deyərlər. Çox söhbəti uzatmadan keçmək istəyirəm əsas mövzuya. Çünki əslində mən Instagramda story'da paylaşmışdım ki, cücələrim 3-4 günə gələcəkdir. Hətta yola çıxmışdılar, gəlirdilər. Çox təəssüf ki, gələn yolda tələf oldular. Yəni ki, gəlib mənə çatmadan belə maalesef ki, getdilər. Neysə, üzülmürük. Yolumuza davam edirik. Və yolumuza təbii ki, papanlarla davam edirik. Amma hələlik papanların evi hazırdır. Hələlik ondan işimiz yoxdur. Çünki sabah gedib alacağım. Hələ ki, mən prosto video çəkmək istədim. Ümumiyyətlə, birincisi mən niyə istəyirdim cücə almaq? Mən mama danışır mənə bu hekayəni. Mən özüm bilmirəm, dəqiq nə eləmişəm, nə tər eləmişəmsə. Balaca vaxtı cücələri sevmək adı ilə əlimə alırammış, boğurammış. Elə bilirəm ki, çox sevdiyimdən çox sıxıram onu. O da normal əlimdə boğulub nəfəsi kəsilirmiş. Görürəm ki, yəni hərəkət eləmir, keçirmişəm o birisi cücəyə. Nəysə, balaca vaxtda belə bir geçmişim var cücələrlə bağlı. Bir də biz tam olaraq xatırlamıram, bacımla bəlkə 6, bəlkə 7-ci siniflərdə, bəlkə də daha balaca olardıq oxuyanda. Mama bizim üçün 2 dənə cücə gətirmişdi, amma şeyi də xatırlamıram, hani bir onu bilirəm ki, evdə peç yandırırdıq, yəni istilik var idi və o cücələri mama gətirmişdi 2 dənə cücə. Bacımla hərəmizə bir dənəsi, onları o peçdə yəni saxlayırdıq. Bir dənə yadımda qalıb ki, yəni soyuq vaxtlarda cücə saxlamaq olur da, amma ki biraz daha çətindir də cücənin baxımı. Nəysə, indi o vaxtı mama ilə bir yerdə baxmışdıq deyə dedim ki, daha rahat olar saxlamaq, amma yəni tələf olma şeyi daha yüksəkdir. Özəlliklə də belə soyuq olan havalarda. Nəysə, mama vaxtı bizə cücə gətirmişdi. Mənimki toyuq oldu, bacımınki də xoruz olmuşdu. Mənimkinin adı Mimi idi, bacımınki də Boncuk. Boncuk ağ rəngdə, xoruz idi. Mənimki də narıncı tonlarda toyuq olmuşdu. Bacımınki Boncuk, yəni biz məktəbə gedirdik, qayıdıb evə gələndə bizi yəni həyətdən evə keçməyə qoymurdu da, belə başa çıxan xoruzlardan idi çünki. Onu məsələn məcbur qalıb biz onu, yəni özünə elədi də nəyəsə, onu biz kəsmək məcburiyyətində qaldıq. Əslində fikrimizdə yox idi ümumiyyətlə kəsmək, amma mənimkini əslində tam xatırlamıram, amma bir onu bilirəm ki, çox sakit toyuq idi həqiqətən Mimi. Amma onun nəsə toyuqlar arasında bir xəstəlik yayılmışdı. O xəstəlikdən dolayı toyuqları kəsməli olmuşduq. Onda onun içi tam belə bənövşəydə morarmışdı içi. Nəysə, ondan sonrasını xatırlamıram. Belə yəni toyuqlarla, cücələrlə bağlı belə xatirələrim var idi. Onları danışmaq istədim. İndi alınmır cücə, yəni indi soyuqdur deyə qalmayacaq. Ona görə daha çox yaz aylarında, yəni cücə saxlamaq daha yəni belə deyək də qalma ehtimalı daha yüksək həmin aylarda. Ona görə baxacağam indidən, bilmirəm dəqiq, bəlkə aldım, bəlkə almadım, bəlkə saxladım, bəlkə saxlamadım, bakacağız yəni. İndi mən ümumiyyətlə cücələrim üçün nələr almışdım, onlara baxaq. Amma ki, düşünürəm ki, onu bu evi bəzəmək üçün də istifadə edə bilərəm deyə düşünürəm. Belə bir dənə yolka görmüşdüm.
Bizim yolkamız da orada balaca bir şeydir əslində. Bu da balacadır. Belə şey. Bəlkə elə bir yerdə bunu bəzəyəm, amma bilmirəm hara qoyum ki mən bunu. Neyse burada. Bunu hara qoya bilərəm. Qırağı necə olur görürsən. Hələlik qalsın bu. Hələlik məncə mən birinci göstərim nələr almışam. Ondan sonra şeylərə keçərik də. Almışam deyəndə ki, əlimdə də var, aldığım da bir-iki dənə şey var. Bunları asılqan kimi istifadə eləmək olar. Məncə maraqlıdır, yeni il temalı həm də. Bunu əslində şey almışdıq, biz qələm almışdıq, onda asılmışdı. Amma belə də istifadə eləmək olar deyə düşünürəm. Bunu cücələrim oturacaqdı, içində poz verəcəkdi. Onun üçün evdə var idi məndə belə bir şey. Yəni, papuqaylar üçün nə etmək olar bunu biləmədim şimdi. Bakacağız yəni gələndən sonra. Bunu da bu evi bəzəmək üçün istifadə eləmək olar, dekor kimi. Hayda, cücələrimin tükünü daramaq üçün belə bir şeyim var idi. Şimdi yenilərinin tüylərini dararız artıq. Ulan, ən şirini budur. Balaca güzgü. Və təbii ki bir dənə set. Başka bir şey de var idi burada. Böyle bir şeyler de var. Bir tane sep daha. Tabii bu aslında sep olarak boyunlanan şeylerle. Bunu aslında cüceler için nəzərdə tutmuştum. Onların altına sərməyə. Amma ki bakalım indi necə istifadə edəcəm. Buna hiçbir fikrim yok aslında. Bir təcrübəm olmuyor. Bunu da şəkillərini çəkmək üçün istifadə edirəm. Yəni də şəkil çəkib belə qoyarıq ora deyə, xatirə qalsın deyə düşündüm. İstifadə eləyərik deyə. Ümumiyyətlə indi sabah gedəndə də prosesi çəkmək istəyirəm. İnşallah alınsa. İndi biz siz nə etmək istəyirəm? Ümumiyyətlə bunun içini bəzəyək deyə düşünürəm. Bax. Bu var ya bu. Kanka bu var ya bu. Bunu bura koyacağım. Bura. Oradan görünmür ama neyse sonra gösteririm. Bu doğuşan bilmem bayağı koymaya çalıştım ama neyse bu düşür buradan. Bundan uğraşmayacağım ya. Bunları hardan assam acaba? Buradan mı assam? Yoksa yukarıdan mı? Bence qıraqdan assam. Çünkü niye de olmasın değil mi? Yolkalı, temalı bir oldu. Düzgün de bu qıraqdan qoysam necə olar acaba? Özlərinə baxarlar da. Bunu da buradan. Bunları hələlik koyum. Sonra baxaram. Deməli, belə bir dizayn oldu. Bunlar buradan belə. Məncə çox şirin oldu. Evet, bugün gedirik papagaylarımı almağa. Köyden buzlar tökülür. Adlarını koymamışlar. Arkadaşlar deməli ilk günümüz belədir.
əlimizdə tutub yemək verməyə, öyrəşdirməyə çalışırıq hələ ki. Elimin üstünde tur atır, ne diyeyim? Bayaqdan mənim əlimdə yedi də, bəlkə ona görə şey oldu. Doyub bəlkə. Bilmirik, daha öyrənmə aşamasındayıq. Qəfəsi haldan hava salmışıq, amma yəni çıxmaq istəmirlər də, yəni. Deyirlər ki, biz çıxmırıq qəfəsdən. Aha, çıxma anı ye. Yox anam, bunlar uçmuyor. Bunlar yo. Niye böyle oldu şimdi? Bakır. Yavaş. Maliyeti yaxşı değilmiş. Ne bana da bakır. Şimdi sıçmasınlar ya. Aşkım ne yapıyorsun? Hı, ses çıkardılar şey. Çıxıblar bura. Özləri üçün kef eləyirlər. Ya. Alo. Sən nənəm? Bayaq oxuyurdular. Şu an pəncərəyə çıxmışam ki, yemək verim quşlara. Al. Al. Ya. Bıcı bıcı. Bıcı bıcı. Böyle. Arkadaşlar şu ikinci gündü, tamam mı? Şu çıxıblar şeydə belə özləri üçün gəzirlər. Listura çıxıblar. Oranı daha çox sevirlər. Amma yəni listur olmaz çünki oranı batıracaqlar. Böyle. Alo. Gel bura görüm. Gel elime gel. Elime gelir misin? Bayaq gəlirdi elime. Gel görüm bura. Elime gel. Elime gel elime. Gel bura. Hadi elime. Geldi. O gitti. Ay ne oldu? O neydi düştü? Aha. 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 Ay. Bu bir. Görelim. Bıcırık gelecek mi? Ona bak. Hiç keyfini bozası yok. Ona bak, bu tarafa geldi. Gözüm, çiçeğim. Gel. Gel bile bile bile. Gel. Gel bile bile. Gel. Aha, yemekle başını ağlatmaya çalışırıq ama ki olmuyor gibi. Anda da. Önemli yerde. Yeter. Vallahi yeter. Gel. Gel bak. Bak. Yok anam, yemeyeceğim diyor. Ömer'in neyi demeye çalışırsan tanıyor. İletişim de olsa. Belki biraz orada dayansın. Uçmaq istəmir də belli ki. Qəfəsdəki də çıxdı. İndi danışırlar deyir. Sən niyə mənə qəfəsdə qoydun, özünü orada dayanmışdın, soruşur, hesab soruyor şu an. Hə?
Trip atır. Deməli, bugün özlərini çox qaşıyırdılar belə də. Onun üçün belə bir su qoydum. Onun içinə girirlər, çıxırlar, nə bilim içirlər, belə bir şeylər eləyirlər. Aha, nə istəyir. Bu dəsmalları da axşam yatanda üstlərinə örtürük ki, belə axşam soyuq olmasın da. Bunlar isti sevir. Onun üçün belə bir dəsmal da qoymuşuq. İndi girib ora. Quyruğun salıb. Hələ də ad qoya bilməmişəm, amma ki artıq Yeto deyirəm və ad seçəcəm. Əslində ad seçənəklərim var ya, sadəcə olaraq məsələn adını deyirəm, belə mənə çox uzun gəlir ya, uyğunlaşdıra bilmirəm də, onun üçün tam qərar verə bilməmişəm. Nə yapıyorsun ya? Deməli artıq vərdiş olublar. Buradan çıxırlar, qəfəslərindən çıxırlar. Yəni qapısını açıq qoyuruq. Gedib dayanırlar orada, pəncərənin qırağında. Əslində videolarda araşdırmalar falan eləyəndə orada deyirdi ki, pəncərəyə çıxmasına çox da icazə verməyin deyə. Artıq əslində gec idi. Həmin videoya baxanda artıq onlar vərdiş olmuşlar pəncərəyə çıxmağa. Bir də oradan çıxıb, yəni çölü seyr eləyirlər. Çöldə də quşlar var falan, onlara baxırlar. Onun üçün əslində yəni biraz daha rahat buraxmaq amaçlı orada, yəni dəymədim də, orada qalsınlar deyə, amma yenə də taxta da almağı fikirləşirəm ki, orada da gəlib, yəni dayanmaq istəsələr dayansınlar. Bu arada ora çıxandan sonra artıq özləri vərdiş olub, düşüb təzədən, yəni qəfəsə qayıtmaq istəyəndə qəfəsə qayıdırlar. Hələ ki belə irəliləyirik. Deməli uzun zaman sonra adlarını qoya bildik. Deməli nətər oldu? Bıncır və mıncır. Bıncır və mıncır. Ha. Ne diyor? İşte dedim. Bir o bir tərəfdə qal. Bu dəfə yaşılım çaşıb. Hadi gedəcəyim bilmir. Bu tərəfə gəl, bu tərəfə. Yatmadan önce bir konsert verək dedik quşlarımız üçün. Yok. Sen olmadan asla yaşayamam. Gitme buradan. Sen olmadan asla yaşayamam. Now G. Make sure you turn the correct peg. Now tune B. Bir budur. Gidiyorlar artık onlar. Gidiyorlar.
Artıq quşlarım gedir. Sağ olun canım quşlarım. Bu kadar imiş işimiz. Ne tersiniz? Biz neredeyiz deyirlər ha? Canım quşlarım. Sağ olun. Ne yenirsən sən? Hı? Qatil balina. Ona bax. Dişləməyə çalışır çocuklarıma. Heç gözüm su içmədi bundan. Heç. Qəti. Eşkimi sana bu kadar.